işıqların hündürlüyünə bax qızım. Görsənmi? Bunlar hündürdür. Bunlar isə qısadır. İndi sağ tərəfdə o adacığı keçəndən sonra bir nişan tətbiq olunub. Qazdan ayağımızı götürək, zolağımızdan çıxmayaq. İndi o nişana diqqətlə bax. Bu nişan nə nişandır? Alçaqdan uçan təyyarə nişanı. Məhz bu səbəbdən bu işıqların hündürlüyü digərləri ilə müqayisədə qısadır. Çünki bura təyyarələrin eniş zolağıdır. Və bilavasitə sürücülərə məlumat ötürülür ki, alçaqdan uçan təyyarə ola bilər. Bunu ehtimal eləyin və lazım gələrsə nəzərə alaraq alçaqdan uçan təyyarə olarsa məlum biz ona yol verməliyik, bizə yol verməlidir. Aydın oldu. Bu daha çox iri qabaritli, hündür, yəni avtomobillərə, misal üçün 2 mərtəbəli avtobuslara, eləcə də yük avtomobillərinə şamil olunur. Hər kəsə şamil olunur. Ancaq bizim avtomobilin məlum bir o qədər hündürlüyü yoxdur ki, bizim onunla qəza etmə ehtimalımız olsun. Ancaq yenə də ehtimal yaranarsa, zərurət yaranarsa, alçaqdan uçan təyyarənin ola biləcəyini nəzərə almalıyıq və lazım gələrsə yol verməliyik. Bir balaca artıraq sürətimizi.